Bugün növbətdə ustanovkamiz Xiva Sayata oldu. Görüşəniz mümkün. Bu xanadana bundan 4 ay burunam 4-5 eşik onlatıb bərdik. Bugünən bir eşik əkkəli ustanovka etdik. Assalamu aleykum, hürmətli yurttaşlar, hürmətli Altın Eşik kanalının küzətuvçuları. Yaxşımısınızlar, canlımısınızlar. Yine bugünkü ustanovkamiz dışatan bu xanadanla oldu. Görüşəniz mümkün. Yine bundan 4 ay burun aynalı variantda 4-5 eşik onlatıb bərdik. 4 yarma 2 ekke 5 eşik onlatıb bərdik. Görüşəniz mümkün. Yine bu arka tərəflərindən üzünü sivetində çıxarıb uğullarını atırıb rezinkaları koyulğan. Bugünkü onlatka eşikimiz yine aynasız bekli variantda işləndi. İndi korona bilen alışıqni soğukdan keyin kakamız dedi. Şunu üzerimiz gəlib xuda xalasa soğuk boğandan keyin kakıb bərib gedəmiz. Bunda yine koronası görüşəniz mümkün. Koronasına. Koronalarım çıraylı. Zamoklarım yine 5 yıllıklı orijinal zamokla açılıb beklənişlərinə kolunun ucunda xalan yerdən bekləsəniz beklənədim. Yine kümüz sivet 08'lik laminattan işlənən arkalarına o şifonda görsənişi. Görüşəniz mümkün. Yine altın eşiklinin brendlarından biri. Yine karobkası üzünü sivetində çıxadı. Yine bana. Uğulları yıkıladı. Paxları yıkılıb. Kraskaları işlənədi. Rezinkalar koyulğan. Neçə sivetdə buyursanız karobkası hem şundan boladı. Karışnoy bolsa karışnoy boladı. Ak bolsa ak boladı. Şkurkələrindən məhəmiyyətpərəstliklə. İşinin kalınlığı 5 santim. 5'ten ziyad 5 ubur. Nasıl yapılışları. 4 kullaq koyulğan. 4 kullaq şişinə payına 3 kullaqdan koyulğan. Kimə şundi xidmətlər gerek boladan bolsa bizlərə bağlanıb like'larını basıp kanallara abunə olub baddeşət dursanız da xuda xalasa xidmətlər bolsa telefon nömrələrini kaldırıb baramız. Bemalal bizlərə bağlanışlarınız mümkün. Sağ salamet bolasınlar.